Bugün sizə driftdən danışacağım. Bəs drift nədir? Drift, avtomobilin arxa təkərlərinin idarəli sürüşdürülməsi ilə dönməsini əhatə edən bir avtomobil idman növüdür. Yarışlarda pilotlar, hakimlər tərəfindən 3 əsas kriteriyyalar üzrə qiymətləndirilir. Birincisi, trayektoriya. Bu avtomobilin dönərkən izlədiyi xəttin nə qədər düzgün olmasıdır. İkincisi, dönmə bucağı. Yəni, avtomobilin arxa hissəsinin dönmə zamanı sürüşmə dərəcəsi. Və nəhayət, sürüş tərzi. Bu sürüşün axıcılığı, balansı və vizual cəlbediciliyidir. Drift sadəcə sürüş deyil, bu bir sənətdir.